yeyəcəyik? Dietik salat. Həm dadlı, həm dietik. Həm də çox xeyirli, zəifləmək üçün, artıq çəkilərdən azad olmaq üçün. Deməli, nədən başlayırıq? Birinci götürürük. Biber. Rəngli biber olsa daha maraqlı olar. Həm rəng baxımından maraqlı olur, həm dad baxımından. Deməli. Kamran, necəsən? Mən yenə gəlmişəm. Mən də deyirəm ki, sənin səsin niyə gəlmir? Elə bir təklikdə hiss elədim özümü, amma səsin gəldi, əslində sevindim. Kamran, bugün tamaşaçılarımıza nə hazırlayırıq? Salat hazırlayırıq, isti yemək hazırlayırıq. Bir məlumatlandırardın. Başlanğıcda fikrim məndə olsaydı, mən əslində demişdim ki, bugün dietik salat hazırlayacağım. Amma fikrim məndə deyil. Sənin fikrin, ancaq görərsən mən Kamrana nə deyim? Kamran, bilirsən mənim fikrim niyə səndə deyil? Mən bildiyim qədərilə bu salat əslində biberlər uzun-uzun doğranmalı idi. Yox, mən də belə fikirləşdim ki, az olanda qaşıqla yedik bunu. Çox da az olmayanda vilkanla yedik. Vilkanla uzun-uzun da gedir. Amma qaşıqla isə uzun-uzun da gedir. Mən demişdim axı, hər sözü biz alt olacaq. Bu dəfə indi kubik eləyək, gələn dəfə uzun-uzun eləyək. Bir də tamaşaçılarımıza çatdıraq. O oxumuş toyuğun, savadlı toyuğun hansı hissəsindən istifadə edək ki, faydalı olsun? Təbii ki, toyuğun sinə ətindən edirik bunu. Çünki həm didmək üçün, həm qaynatmaq üçün, həm də istədiyimiz əti oradan əldə eləmək üçün. Bəzən elə suallar verirsən ki, özüm də çaşıram, sənə nə cavab verim? Yox, bilirsən nəyə görə? Mən bildiyim qədərilə toyuğun sinə ətində daha çox protein olur. Ona görə o sualı sənə verdim. Görüm, sən də bilirsən bunu, yoxsa yox? İndi gəl belə danışaq. Əslində, toyuğun ayağında olan zülal, protein sinəsindən daha çoxdur. Bunu da deməyin maraqlı oldu. Şəxsən mən bunu bilmirdim. Amma dırnaqlarını tutmamış yemə. Deməli, toyuğun sinə ətini ditdikdən sonra nə edirik? Bunu əlavə edirik, bayaq ki, doğradığımız biberlərin arasına və üstünə əlavə eləyəcəyik qarğıdalı. Gözlə ölçmək də olar, təxmin hardasa bir 150 qram. Elədikdən sonra bunu qarışdırır. Kamran, işlətdiyin qarğıdalı konservləşdirilmiş qarğıdalıdır, yoxsa təbii? Hal-hazırda konservləşdirilmiş qarğıdalıdan istifadə elədim. Amma məsləhət görərdim ki, daha təbii və yararlı sağlam qida üçün yay aylarında qarğıdalı daha ucuz olur. Onu alıb, öncədən qaynadıb, dənələyib, onu buzdolabında saxlasaz, daha effektli, daha həm sərfəli, həm də daha təbii olar. Bu arada, indi biz buna qarışdıracaq nə? Həmişə ki, yaddan çıxan xiyar əlavə eləyəcək, bir də markov. Ədə markov yox, yer kökü. Yer kökü. Kamran, mən belə başa düşürəm ki, bu salatın adı toyuq salatı yox, elə Kamran və salatıdır. Elə məncə də, mən belə başa düşdüm ki, bu elə Kamran və oxşayır. Toyuq salatına oxşamır. Yox ey Kamran, səninki belə mətbəx deyil. Səninki ancaq meşəli idi. Keçən verilişdə də dedim axı sənə.
Elə ayı kimi sənə, ayı kimi də mətbəx lazımdır. Gəl məncə sən sirlər açma. Çünki qabaqdan yay gəlir. Dənizdə olacaq, meşədə olacaq, çox şeylər olacaq. İndi istəyərdim, sənlə bərabər gedək hardasa, yemək pişirək. Bu sənə görə qorxdum. Soğuk zad dəyər sənə, xəstələnərsən, sonra mən neyniyərəm? Deməli, indi bu səfər nə qatırıq? Kəsmik. Salatımız hazırdır. Həm faydalı, həm ləzzətli, həm də büdcəyə uyğun. Məsləhət görərdim ki, bundan istifadə edin və sağlam qalın, sağlam qida ilə sağlam bədən, sağlam ruh. Bizdən ayrılmayın, Kamran və sizlə bərabərdir. Sizləri sevirəm, öpürəm, bay bay.